baxmayaraq ki, müasir texnologiyamızın günümüzdəki müsbət rolu danılmazdır. Texnologiyamızdan çox istifadə etmək sağlamlığımıza və şüurumuzun inkişafına mənfi təsir göstərir. Hər gün saatlarla hərəkətsiz vəziyyətdə kompüter oyunları oynayıb telefondan istifadə edirik. Bu isə həddindən artıq köklüyə gətirib çıxardır. Keçən əsrdə müqayisədə köklük 12-19 yaşlar arasında 3 dəfə 3%-dən 5,5%-ə qədər artıb. Texnologiyadan həddindən artıq çox istifadə etdikdə ən önəmli orqanlarımızdan biri olan gözlərimizi təhlükə altında qoyuruq. Bu səbəbdən keçən əsrdə müqayisədə eynək taxanların sayı həddindən artıq çoxdur. Kulaklıktan həddindən artıq istifadə zamanı etmə qabiliyyətimiz daha da zəifləyə bilər. Texnologiya bizim sinir sistemimizə mənfi təsir edir. Erkən yaşlardan sosial şəbəkələrdən istifadə uşaq psixologiyasından təsirsiz düşmür. Texnologiya bizim həyatımıza təsir edir, insanlarla ünsiyyət qurmağımıza mane olur. Bizim texnologiyaya ayırdığımız zaman dostlarımızla, ailəmizlə ayırdığımız zamanlardandır. Verin telefonları. Gedək həyatda oyun oynayaq. Texnoloji cihazlardan həddindən artıq istifadə dərslərimizə müvəffəq olmaqda mane olur. Bəs texnologiyadan həyatımıza mənfi təsir olmadan necə istifadə edə bilərik? Günümüzü daha səmərəli keçirmək üçün texnologiyadan bacardığımız qədər az istifadə etməliyik. Kompüter oyunları oynamaq, sosial şəbəkədən istifadə etmək əvəzinə, texnologiyadan maraqlı məlumatlar öyrənmək, dünya görüşümüzü artırmaq və xüsusi bacarıqlarımızı artırmaq üçün istifadə edə bilərik. Şəlalə, mən bu xəritədə öz rayonumuzu tapa bilmirəm. Dayan, mən indi bir dəqiqə Google xəritədən öz rayonumuzu tapacaq. Sinir sistemimizdə şuurumuza təsir edən kompüter oyunlarından uzaq durmaq və ya onların istifadə müddətinə limit qoymaq lazımdır. Kompüterlərdən, telefonlardan istifadə etmək əvəzinə vaxtımızı ailəmizlə və yaxınlarımızla keçirə bilərik. Texnologiyadan səmərəsiz istifadə etmək əvəzinə dərslərimizi daha çox oxuyub özümüzü savadlı mütəxəssis kimi yetişdirə bilərik. Texnologiyadan həddindən artıq və səmərəsiz istifadə etməmək bizim əlimizdədir. Gəlin kompüter əsri olsa da kompüter əsri olmayaq.